Nə səbəb oldu sənin ora getməyinə? Və niyə burada qalıb işləmədin? Elə bir gün soruşmayacağıq, Rüstəm. Yox. Gözləyirdim. Prosta bundan gözləmirdim. Biz ona görə Ya dedik ki, bundan gözləmirdim. O ki bilir ha, o ki bilir. O tərəfdən gözləyirdim. Onlar biraz çəkinirlər, soruşarlar Orası yaxınsan. Atıb eləyərsən nəsə ona görə. Heç nə də. Python Yox, təklif yaxşı gəldi. Yəni burada da açıq karyera bitirəndən sonra gözləyirdim bir təklif gələr də, yəni adıma layiq, indi baxma da 25. Federasiyadan. Tək federasiyada olmasın, yəni başqa yerlərdən də 25 ildir idman içindəyəm də. Amma gördüm ki, yəni belə deyim, indi özümdə düşünürəm, mənim səviyyəmə uyğun bir iş təklif olmadı. Necə var elə deyirsən, ha? Hə, ona görə gördüm ki, xaricdən də bilim, bir-iki də başqa ölkədən təklif gəldi. Ən yaxşı kontraktı da Səudi Ərəbistan təklif gəldi. Mən də getdim. Yaxşı elədin. Doğrudur, nəticə. Yox, inşallah təcrübə yığıb qayıdacağam inşallah. İnşallah. Təcrübə yığıb Bizim qayıdacağam. idmanın sənin kimi idmançılara ehtiyacı var.